Başqa bir məsələyə istəyirəm münasibətinizi öyrənəm. Əslində sizinlə görüşməyimiz, bu dini mövzular mənim heç vaxt müzakirə eləmədiyim mövzular. Yaradan səbəb nə idi? Bu yaxınlarda bilirsiniz, İran, İsrail bu 2 həftəlik müharibədən sonra Türkiyədə Leman dərgisində bir dənə Musa Peyğəmbər və Məhəmməd Peyğəmbərin bir karikatürasını göstərən bir nəşrdə sonra dindarlar ayağa qalxdı və qalxan kimi həmən dəqiqə tələb edirlər ki, bura şəriət dövləti olmalıdır. Türkiyə üçün deyirəm. Bu təhdid həmişə var. Yəni, laikliyin yanında ona qarşı duran bir dənə dini kəsim var, o qarşı durmaları hər zaman gözlənirlər. Yəni, biz laik dövlət, hüquqi dövlət deyəndə ona bir alternativ, bir dini təfəkkür də ona qarşı dayanır. Bu məsələyə istəyirəm münasibətinizi öyrənəm. Laik dövlət və dini kəsimin qarşı durması. Bir şey qeyd edeyim ki, Həzrət Peyğəmbəri bəzən siyasi bir hökmdar kimi təqdim edirlər. Bu Peyğəmbərdir. Quranda buyurur ki, Ləstə aleyhim bi musaytir, sən hökmdar deyilsən. Sən Peyğəmbərsən, sən mənəviyyat, mənəvi cəmiyyət qurmaq üçün göndərilmiş bir şəxssən. Amma bugün İranda qarışıq olmaqla bu dini siyasiləşdirən və xurafiləşdirən, öz dövlətçiliklərini ayaqda saxlamaq üçün təhrif edilmiş İslamı bir ideoloji sistemə çevirən cəmiyyətlər və yaxud da ki, dövlətlər təhrif edərək Həzrət Peyğəmbəri və yaxud da onun soyunu müqəddəsləşdirib, Fars Sasani şahları kimi ilahiləşdirib, imamlar silsiləsi, nə bilim, müştəhidlər silsiləsi, vilayət fəqihlər silsiləsi yaradıblar, yeni uydurulmuş sistemlər yaradıblar. Hamısı İslamın və dinin əleyhinə olan məsələlərdir. Dinin özü elə laikliyi inkar etmir. Heç də bir dini, İslam dini gəlmir ki, bir dini dövlət qurulsun. Bəyən Peyğəmbər gələndə elə Məkkədə hakim olmaq istədi. Əksinə ona dedilər ki, sənə hakimiyyət də verək, amma sən bu şeylərdən uzaqlaş. Dedi, yox, mənim məqsədim bu deyil. Və yaxud da Musa Peyğəmbər Fironla mübarizəsindən bəhs olunur. Musa bəyəm Firona dedi ki, sən rəhbər olmamalısan, mən olmalıyam. Xeyr, sadəcə onun müəyyən azğınlıqlarını, deyək ki, o fəsada getmə məsələlərinin qarşısını almaqdan ötürü ki, Allaha inanmaq lazımdır, düzgün əməl etmək lazımdır, mənəvi dəyərləri yaşatmaq lazımdır. Peyğəmbər bundan ötürü gəlir. İndi 124 min Peyğəmbər deyirik. Bunları sadalasan içində cəmi 2 nəfər hökmdar olmuş adam var ki, biri Süleymandır, biri də Davuddur. Onda heç Yəhudilər Peyğəmbər kimi qəbul eləmir. İslama görə bunlar Peyğəmbərdir. Yəni Peyğəmbərlər elə siyasət üçün, siyasi meydanda mübarizə aparmaq üçün gəlmirlər. Bu gün təəssüf olsun ki, bunu bu cür təqdim edənlər doğru vurğulanır. Əsasən Türkiyə cəmiyyətində və ümumiyyətlə müsəlman ölkələrinin əksəriyyətində var bu. Bir balaca boşluq yaranan kimi bu o uydurulmuş dinin tərəfdarlarına, bu ruhani sektasına bir qədər azadlıq verən kimi bunlar başlayırlar dərhal toplaşaraq qeyd etdiyiniz kimi laikliyi inkar etməyə və yaxud da ki, şəriət dövləti tələb etmək. Şəriət dövləti də hansı dövlətdən söhbət gedir? IŞİD-in yaratdığı dövlətin, deyək ki, uzaq başı olsun ki, Əfqanistan forması. Bu başqa hansı bir nümunəsi var bunun ki, deyək? Və yaxud da indiki İran forması. Bunu mu istəyirsiniz? Yəni, bu tarixdə bunun bir nümunəsi yoxdur. Orta əsrlərdə qurulmuş dövlətlərin özü olsun, bunları şəriət dövləti adlandırmaq olmaz. Gəl Osmanlı Səfəvi olsun ki, bunlar indi o dövrün tələflərinə görə, o hüquqi sistemi, o ideoloji sistemi istər-istəməz əhalinin də çoxu inansılı olduğuna görə və o məcburdular ki, həmin sistem o üsulda idarə olunsun, o şəriət qaydalarıyla tutaq ki, o hüquqi prinsiplər həyata keçirilsin. Amma bugünkü dövrün insanı üçün 1400 il əvvəlki sistemi gətirəsən din adı altında özü də, bunu da bir Allaha calayaraq, dinə calayaraq ki, sanki təbii ki, bu insanlarda dinə qarşı nifrət yaradacaq və qütbləşmə yaranacaq. Bu təhlükəli bir məsələdir. Bugün kifayət qədər sekulyar dünyəvi bu, necə deyərək, laik dövlətlərdə dinə də yer verilir, tolerantlığa yer verilir. Bu özü kifayət edir. Hətta mən sizə deyim ki, o dindar cəmiyyətlərin, o xurafatçı təbəqənin, o şəriətçi təbəqənin pozduğu bir çox nizamı o laiklik sistemi qaytarıb düzəldir. Bax, elə ölkəmizdə görək ki, bu tolerantlığı bu dövlət komitəsi yığıb bu cəmaatı bir araya gətirməsə, bir mehribanlıq yaratmasa, öz başına buraxsa, vallah bir-birini qırarlar bunlar İraqda, Suriyada kimi. Ona görə də, bax, bunları öz başına buraxmaq da olmaz. Hansı şəriət dövlətindən quracaqsan? Sünni dövləti quracaqsan, şiəni qıracaqsan. Şiə quracaqsan, sünnini qıracaqsan. Bunun tarixdə nümunələri var axı bunun. Hansını quracaqsan? Bax, sən birinci bir model ortaya qoyubsan hələ bir. İslahat olunmuş, reform olunmuş, o İslam modeli də yoxdur. Lap deyək ki, yaxşı, bir şəriət modeli qurmaq istəyirlər. Müasir dövrə uyğun elə bir sistem varmı? Yoxdur. Yenə sən kranla adam asmaq istəyirsən. Və bu yol deyil axı. Amma Quranın mahiyyəti təəssüf olsun ki, qalıb qıraqda. Quranda, İslamda şəxsin özünün fərdi azadlığı məsələsi varmı? Yoxdur. Təbii ki, var. Var. Mən bir şey neçə il bundan əvvəl xatırladım ki, İngiltərədə, Londonda bir nəfər özünü yandırmaq istəyirdi binanın üstündən. O tələb edirdilər. Demək,
İngiltərə dövləti bura yanğın söndürən cəlb eləyib, həkimlər cəlb eləyib, psixoloq cəlb eləyib. Adamlardan soruşurlar ki, nə istəyirsən? Adam deyir ki, şəriət dövləti qurulmalıdır və bu adam həmin şəriət dövlətindən qaçıb gedib ora. Laiklik və bu hüquq dövlət və bu dini məsələləri müzakirə edən bunu da xatırlatmaq istədim. Çox doğru dediniz. Azərbaycan indi tolerant bir ölkədir. Həm etnik baxımdan, həm də dini baxımdan. Ona görə burada hətta indi məsələn dünyanın çox bir yerində yəhudilər rahatlıqla gəzə bilmirlər, amma Azərbaycanda heç vaxt bu gərginlik və problem olmur. Bunların da əsas kökündə odur ki, Azərbaycan həmişə sekulyar və hüquqi dövlət olub. Yəni burada bütün istər etnik olsun, istəyir dini kimlik daşıyan adamların hamısının da hüquqları da qorunub. Mən indi islahatlarla bağlı bunun başqa tərəfinə gətirmək istəmirəm. Bizim yas məsələlərimiz var idi. Bunu uzun illərdir, məsələn, bunu müzakirə edirik. Bayaq girişdə də mən dedim, dindarlarımızın ictimai məsuliyyəti olmalıdır. Əslində bu işləri onlar irəli sürməlidirlər. Onlar öncüllük eləyib yaratmalıdırlar. Bir gün biz görürük, məsələn, bu yaxınlarda oxuram, hansısa bir Biləsuvar rayonunda bir kənddə artıq ehsanı qaldırdı, o birisi kəndləri. Biz buna heç vaxt gəlib çıxa bilmirik. Əslində bu verilmiş istəmirəm bunun məsələnin üzərində duraq. Amma bu islahatlara da gedilməlidir deyə hər il belə hər dəfə biz müzakirə edirik, amma faktiki nəticəsini də görmürük açıqcası. Bilirsinizmi, o niyə nəticə yoxdur? Çünki o qeyd etdiyim cəmiyyət yoxdur bizdə. Artıq o cəmiyyətimiz də elə istər-istəməz tək Sovet dövrünü deməyək, elə ondan əvvəlki dövrlərdə də ki, axı qeyd etdim, Abbasilər dövründən sonra ki, bu hərəkatların qarşısı alındı, elmi, fəlsəfi, mədəni, İslamın, ya ki, o xristiyan aləmində olduğu kimi, Avropada olduğu kimi o xurafatdan qurtulub elmə, fəlsəfiyə yönəlmə, inkişafa yönəlmə axınının ki, qarşısını aldılar. O axın gəldi və istər-istəməz bizim cəmiyyətimiz, xalqımız da məhz həmin o xurafata qarışmış, uydurulmuş din üzərində bərqərar oldu. Bunu etiraf etmək lazımdır. Bizim elə bu tarixi dövlətlərimizin özündə də bu xurafat, elə Səfəvilərin özündə olsun, ondan əvvəlkilərdə olsun, bunlar olubdur da. Bu da məcbur olub ola bilsin ki, artıq o formalaşmış cəmiyyətdə o ənənəvi insanların deyək ki, əqidəsinə uyğun bir ideoloji sistem ortaya qoysunlar. Bugün İranda insanları İmam Mehdinin gəlişi ilə anladılar. Təbii, niyə görə anladılar? Çünki orada o əzəldən onun bazası var, ona inam məsələsi var. Amma Səudiyyə Ərəbistanında elə bir sistem qurulsa orada mümkün deyil. Çünki orada tamam onun əksidir. Bax, bu məsələyə deməli, biz baxanda həqiqətən də bu ziddiyyətləri görürük və islahatların da bir növ qarşısı buna görə alınır. O dediyim kimi, bu artıq tam təsnifata bölünüb ayrılmalıdır. Bu endirilmiş din, uydurulmuş din məsələsi. İndi təbii ki, bəlkə də indi bunu qorxurlar ki, bu meydana gətirsək, bəziləri bunu da yozur ki, belə bir məsələ ortaya qoysa, deyəcəklər ki, İslamda 500 təriqət vardı, bu da oldu 501-incisi. Bu 501-inci olmur, bu həqiqi İslam olur. Biz həqiqi İslamı axı niyə gizlətməliyik? Nə vaxtda kimi gizlətməliyik? Harada da biz bunu deyirik, hamı da deyir ki, çıxardın ortaya qoyun da, bir bunun üsulunu, formasını qoyun. İndi məsələ budur ki, bunun üçün də bir güc-qüvvə lazımdır. Bunun üçün də bir, necə deyərlər, ya əgər bu dövlət tərəfindən belə bir şey qəbul olunursa, bu aidiyyatı qurumlar, idarələr tərəfindən ortaya qoyulur. Yoxsa fərdi şəxslərin danışmasıyla, mənim, sənin, o birisinin bu cür təbliğat eləməsindən də bu ayaq tutmur axı. Niyə? Çünki adi ehsan məsələsində gözəl vurğuladınız. Bu artıq o istismarçı ruhani təbəqə ki var, formalaşıbdır. Bunların xalqı istismar etməsindən ötürü bu, o yas məclislərindən qazanc götürür. Bu, bunun ənənəsidir artıq. Bu, gedib orada oturmalıdır. 3, 7, 40 cümə axşamı adına, nə bilim, 52 var hələ bəzi yerlərdə. Bunların hərəsində bir kəmərin altını bərkitməlidir. Sonra da çıxandan sonra da onun zibinə müəyyən qədər vəsait qoyulmalıdır. Hələ bir ona da anlatmalıdır. Avam baxanda ki, ölü yəs avam adamdır. Bu mərhumun neçə il qılmadığı namazlar var. O da deyir 30 il. Deyir, bunun 30 il namazını mən qılmalıyam. Bu da hərəsi, nə bilim, filan qədərdən hesablayır. Bunu kalkulyatorda bu qədər eləyir. Buna vəhşət namazı qılınmalıdır. Buna dəhşət namazı qılınmalıdır. Bu belə olunmalıdır. Ayət namazı qılınmalıdır və salam bunu istismar elədi. Axı bu ehsan məsələsi olmayanda, bu yas olmayanda o molla, o ruhani, indi mən bunu hamısına o sağlam adamlar da var, din xadimləri ümumilikdə şamil etmirəm. Amma o ənənəvi axını mən deyirəm, necə dolanacaq? Bu artıq peşiyə çevrilibdir. Amma mən niyə dedim ki, Quranda ruhani təbəqə yoxdur? Quranda Peyğəmbərə bilirsiniz nə deyir? Deyir ki, mən bu təbliğatımın qarşılığında sizdən heç bir ücrət istəmirəm. Heç nə istəmirəm. Yəni, mən sizə təbliğ etdim deyə gətirin mənə 1 manat verin. Yox, ola bilməz bu. İndi amma ölüyə namaz qılır, pul alırlar. Bu ruhanidir, bu molladır, başqası eləyə bilməz. Ölü dəfn eləmək nə çətin şeydir. Biz müsəlmanıqsa bunun hamısını bilirik. 2 dənə dua dəlin qaldırdın, 3 cümlə sözdür. Aha, bunu nə ediblər? Şərh-i bəyanla uzadıb, qəlizləşdirib. Niyə?
Qoy başqaları eləyə bilməsin. Bu ancaq ruhani təbəqəyə məxsus olsun, ərəb dilində olsun özü də. Ki başqası deyəcək ki, bununla Bu ərəb dilində olmağın özü belə bizi təbii ki, dinimizdən uzaqlaşdırır. Bax bu nədir? Həmin o ki xurafatçı uydurulmuş dinin mənsubları ki, o yaratdılar, o həmin uydurulmuş dini insanları istismar etməkdən ötürü və təbəqələr ayrıldı, qütbləşdi. Sanki inansız insanlar ayrıdır. İndi də bizdə işlənir o söz. İndi bəlkə yalarsızlıqdan işlənir. İnanslı insanlar yığıldı filan ayini keçirdi. Bəyəm onda Azərbaycan xalqının 90%-dən çoxu müsəlmandır. Onların hamısı inançsızdır. Hər bir şeyə inanır da, ateist də nəyəsə inanır. Necə inansız deyə bilərsən bunu? İndi bu din amma bunu neyini? Müsəlman adlandırır. Hamımız nəyik müsəlmanıq? Haqqa təslim olanıq. Burada təsnifata varmaq lazım deyil. Əsas bizim düşmənimiz nə kafirdir, nə mürtəddir, nə müşrikdir. O xurafatçılıqdır. Dəxli yoxdur. Bu xurafatçılıq elə müsəlmanın içində də var, çölündə də var, o uydurulmuş dinin içində də var, o digərlərinin içində də var. Yas mərasimlərini bax buna görə qadağan eləmək mümkün deyil.